Qafqaz İslam Ordusuna qarşı Azərbaycanlılar vuruşubmu? Əvvəla qeyd etmək lazımdır ki, Qafqaz İslam Ordusu Azərbaycana gəlməmişdən əvvəl bir çoxları bolşevik ideyalarını mənimsəmişdi. Lakin Mars soyqırımlarından sonra bolşeviklərə olan inam xeyli dərəcədə azalmışdı. Bununla belə, Nuru Paşanın başçılığı altında Azərbaycana gəlmiş Qafqaz İslam Ordusuna qarşı düşmənçilik edənlər də var idi. Məsələn, Qatır Məmməd Qafqaz İslam Ordusunun sıralarına saxta kimliklə qatılıb təxribat törətməyə çalışarkən tutulmuşdu. Həmçinin Daşnak və bolşeviklərdən ibarət qoşunlara qatılan müsəlmanlar da mövcud idi. Lakin bu sayı diqqət ediləcək qədər, şişirdiləcək qədər böyük deyildi. Məsələn, Nuru Paşa Bakını azad etmək üçün yaxınlaşdığı bir vaxtda Şamiyan tərəfindən səfərbərlik elan edilir. Bakı əhalisini silaha sarılaraq Qafqaz İslam Ordusuna qarşı döyüşməyə səsləyirlər. 26 Bakı komissarından olan Mir Həsən Vəzirov Azərbaycanlıları bir yerə yığır və onların qarşısında çıxış edərək deyir: Ermənilərə Şura hökuməti öl dedikdə ölərəm, diril dedikdə dirilərəm söylərlər. Siz cəmaət da belə olun. Belə olsanız, əlbəttə sizin əlinizdə də ixtiyar olar. Siz də qeyri-millətlər kimi hər işin içərisində olarsınız. Müsəlmanların səfərbərlikdən baş qaçırmamalarını sid güreşdən tövsiyə edirəm. Lakin 700 min nəfərə yaxın əhalisi olan Bakı quberniyasından 3 gün ərzində yalnız 30 Azərbaycanlı könüllü olaraq orduya müraciət etdi. Qısacası, Qafqaz İslam Ordusuna qarşı çox az sayda Azərbaycanlı döyüşürdü. Lakin Qafqaz İslam Ordusunun sıralarında minlərlə könüllü Azərbaycanlı var idi. Abunə olun ki, digər videolarda qarşınıza çıxsın.